Həmçinin, dəyərli qardaşlarım, 12-ci, sonuncu rükətdə tavarruq oturuşu deyir. Tavarruq oturuşu. Necə ki, gəlib ki, hədislərdə ki, Əbu Hureyra radiyallahu anh deyir ki, Allah Resulü namazını qəsd edərkən, belə deyir ki, ikinci rükətdə oturarkən sol ayağı üzərində oturar, sağ ayağını isə dik tutardı. Və sonuncu rükətdə oturduqda isə sol ayağını, yəni sağ ayağının altına doğru irəli çıxarar, sağ ayağını isə dik tutar. Tavarruq, dəyərli qardaşlarım, yalnız dayandı 3 rükətli və 4 rükətli namazların sonuncu rükətində, yəni sonuncu rükətində təşəkkürdə oturdur o zaman. Sol ayaq ki var, adi ilə təşəkkürdə oturmur. O zaman sol ayağı sağ ayağın dirsəyi ilə topuğun arasından çıxarırsan. Dirsəyi ilə, dizlə, yəni daha doğrusu topuğun arasından çıxarırsan sol tərəfə. Bu, tavarruq oturuşa var. Rasulullah s.ə.v sünnətidir, 3 rükətli və 4 rükətli namazların sonuncu təşəkküründə Allah Resulü bu cür oturardı.